Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 1 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifədə Laçın zirvəsi, qardaşlığın örnəyi və yeni regional arxitekturanın konturları başlıqlı yazımız dərc edilib. Azərbaycanın qədim və füsunkar güşəsi olan Laçın 28 may Müstəqillik günündə tarixi hadisəyə ev sahibliyi etdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən üç tərəfli zirvə görüşü Türk İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş Laçında yaradılmış müasir şərait Azərbaycan dövlətinin ərazilərinin bərpası və yenidən qurulması sahəsində gördüyü iri miqyaslı işlərin bariz nümunəsidir. Qəzetimizin ikinci və üçüncü səhifəsində isə 32-ci gün retrospektiv rubrikası yer alıb ki, ətraflı tanış olmaq üçün söz gedən səhifələrimizə baxa bilərsiniz. Dünyaya mühüm mesaj, yeni tarazlaşdırıcı qüvvə və ya orta güc. Bu yazı isə qəzetimizin 3-cü səhifəsində dərc edilib. 28 may Müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə inşa olunan Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkir. Azərbaycanın ən yüksək hündürlükdə yerləşən hava limanı olan Laçın Beynəlxalq Hava Limanı regional logistik, hərbi və turizm baxımından inkişafında mühüm rol oynayacaq. 4-cü səhifəmizdəki yazı 1 iyun. Uşaqların beynəlxalq müdafiəsi gününə həsr edilib. Ümumilli lider uşaqların himayədarı idi başlıqlı yazı da bu səhifədə yer alıb. Azərbaycan dövləti 1994-cü ildə BMT-nin uşaq hüquqları haqqında konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulmaq ölkəmizin uşaq hüquqlarına yüksək dəyər verdiyinin, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunmasında görülən işlərin təcəssümü idi. Qəzetimizin 5-ci səhifəsindəki yazılarda 1 iyun. Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunub. Körpə ümidləri, böyük missiyalar başlığı ilə yazı da burada yer alıb. 1998-ci il Uşaq hüquqları haqqında qanun və 1999-cu il valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunu bu istiqamətdə hüquqi bazanın əsas sütunları oldu. Heydər Əliyevin uşaqlarla görüşləri, istedadlı şagirdlərə verdiyi xüsusi diqqət, onların ifalarını dinləyərkən üzündəki sevinç, doğmalıq, güvən nümunəsi idi. Uşaqların konstitusion hüquqları ombudsmanın diqqətindədir. Bu yazıda 6-cı səhifəmizdə yer alıb. Qeyd olunur ki, uşaqların konstitusion hüquq və azadlıqlarının təmin olunması onların gələcək inkişafının və rifahının əsas şərtidir. Bu sahədə atılan bütün addımlar gələcək nəsillərin layiq həyat səviyyəsini təmin etmək üçün mühüm töhfələr verməklə yanaşı, ümumilikdə humanist dəyərlərə sadiq, sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Türkiyədən və Gürcüstandan olan din xadimləri Ağdama səfər ediblər başlığı ilə məlumat da 7-ci səhifədə dərc edilib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdama gəliblər. Günün siyasi nəbzi qəzetimizin 8-ci səhifəsində tutulub. Bu səhifədəki yazı ABŞ-İran danışıqları, böhran, diplomatiya və qeyri-müəyyənlik başlığı ilə verilib. Yaxın Şərqdə sülh və sabitlik anlayışları çox vaxt qlobal güclərin maraqları ilə regional aktorların geopolitik davranışlarının toqquşma nöqtəsində formalaşır. Toqquşmanın mərkəzində isə demək olar ki, çox zaman eyni iki dövlət dayanır. ABŞ və İran. Ölkələr arasında 10 illiklərdir davam edən qarşıdurma və etimadsızlıq yalnız regionda deyil, həm də beynəlxalq sistemdə strateji balanslara təsir göstərən əsas faktorlardan biridir. 9-cu səhifəmizdəki xalqın səsini eşitməyən progressivliyin fiaskosu başlıqlı yazı hadisələr kontekstində rubrikasında yer alıb. Emmanuel Macron 2017-ci ildə prezident seçiləndə onu reformist lider, Fransanın Renessans simvolu kimi təqdim edirdilər. Gənc, bank sektorundan çıxmış, səliqəli danışan lider liberalizmə və texnokratiyaya inamın təcəssümü idi. Ancaq zaman keçdikcə məlum oldu ki, bu Renessans sadəcə elitlər üçündür. Aviasiya işçilərinin peşə bayramı günüdür. Səmanın ənginliklərində zəngin ənənələrə malik Azərbaycan aviasiya tarixi. Bu yazı isə 10-cu səhifəmizdə dərc edilib. 1929-cu ildə Xarkov-Bakı Pəhləvi beynəlxalq hava xətti fəaliyyətə başlayıb. 1933-cü ildə ilk dəfə Qafqaz dağlarının üzərindən keçməklə Moskva istiqamətində uçuş marşrutu məsafəni 1100 kilometrədək qısaltmaqla diqqət çəkib. Gündəlik 15 sərnişin daşıyan Xarkov-Bakı Pəhləvi 1 və SAL-3 tipli təyyarələrlə Bakı-Moskva istiqamətlərində müntəzəm reyslər təşkil olunub və bu dövrün imkanlarını nəzərə alaraq mühüm bir göstərici sayılırdı. 11-ci səhifəmizdəki məlumatların başlıqlarını isə diqqətinizə çatdırırıq. Mədəni yaddaşımızda Qərbi Azərbaycan. Qazi Universitetində Azərbaycan dilinin tədris ocağı yaradılıb.
UNEC-də 3-cü Xarici Dil Müəllimləri Forumu və həmçinin bu səhifəmizdə Dünya Bugün xəbərlər rubrikası da yer alıb. 12-ci səhifəmizdə isə Sağlam Həyat rubrikasında sərinləşdirici desert yoxsa dadlı təhlükə, cavan qalmaq istəyirsinizsə bu vitamini için. Pivə görün nəyə səbəb olurmuş? Qəhvənin ən yaxşı təsir etdiyi vaxt kimi məlumatlar yer alıb. Beləliklə qəzetimizin son səhifəsi hava haqqında məlumatla da yekunlaşır. Bizim isə sizə bugün çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.